millətçi odur ki, şəxsi mənfəətləri ilə milli mənfəətləri qarşı-qarşıya gələndə və bunların ikisindən birini seçmək zorunda qalanda şəxsi mənfəətlərini, milli mənfəətləri uğrunda qurban verməyə hazır olar. Bəbək kimi küçücük göz evində daldalanan, bəbək kimi küçücük göz evində daldalanan və lakin aləmi diqqətlə seyr edən və duyan qəribə bir insan. Yeyən, içən, pul üçün burada çevrilən demədim. Qızıldan ötürü hər an bir dona girən demədim. Fəqət dedim, insan. Fəqət dedim, insan. O zülmət əsridə öz xalqının odunda yanır, həqir ömür sürür, quşədən baxır və qanır, cahanı yolluğu tək. Bəli, göz içrə bəbək. Dərin qaranlığı, güya ki parlayan yıldız, bulutlu bir gecədə sönmədən yarır yalqız və ya üfüqdə bitən kör dənizdə bir gövhər. Evində gördüyü möhnətdir, elde gördüyü qəm. Görür eşikdə cəhalət, duyur evində kədər. Könül piyaləsinə hey tökər zamanə ələm. Görür eşikdə cəhalət, duyur evində kədər. Könül piyaləsinə hey tökər zamanə ələm. Bu göz yaşında qayıq tək batıb çıxan insan əcəb gülür, gülüşündən də titrəyir hər yan. Nədir bu gözyaşı dərya qədər gülürsə əgər, kədərlidirsə nədir ıldırımlı qəhqəhələr? Buluddur sanki, gülən bir zamanda ağlar da, qəribədir, ürəyi güldürər də, dağlar da. Bir aynadır, ona baxdıqda ağlar aqillər, gülər cəmalına, lakin baxanda cahillər. Nə varsa şərqidə timsalı orada var sözsüz. Nə varsa şərqidə timsalı orada var sözsüz. Pisi pis, əyrini o əyri göstərir, düzü düz. Pisi pis, əyrini o əyri göstərir, düzü düz. Xoş o millətin halına ki, onun Mahmud Əli Köhrəqanlı kimi lideri var. Salam Mahmud Əli bəy, xoş gördük siz efendim.